Şekil ne olan şekil? Bağlandı telefon. Şekil. Düşüklər. Bir tane daha. Sabır ol. Bir tane ne olur karşı bir tane çıkıyor. Düşüklər. Salam dostlar, xoş gördük. Yenə deyirəm əziz dostlar, mən kimisə şəxsiyyətinə toxunmaq istəmirəm. Ola bilər Zaur şəxsi həyatda yaxşı insandır, kimlərəsə xeyri deyir. Amma iş burasındadır ki, bu efirlərdə o deyil də, yəni efirlərdə tamam başqa cür adamdır. Bunu qoyduq bir kənara. İndi Zaur nədir, özü bilər təbii ki. Bizə aidiyyatı yoxdur. Neysə bir yanlış eləyəndə də tənqid eləyirik. Mən bu dəfə bu videoda ona yalvaran düşükləri tənqid eləmək istəyirəm. Dostlar, mən dəqiq əminəm ki, orada Zaurdan şəkil çəkdirmək üçün yalvaran heç kimin Zaurdan, belə deyil, Zaurdan ötürü əldən getmirlər. Sadəcə o məşhur olduğu üçün şəkil çəkdirib paylaşmaq istəyir ki, mənim də Zaurdan şəklim var. Yəni mən belə bilirəm də, simpatiyası olan adamlar bu cür hərəkət eləmir. Simpatiyası olan adamlar, mən özüm də görürəm də, məsələn, hansısa bir izləyicim falan olur, qardaş-qardaşa gəlir ya, nə bilim, kimsə yaxınlaşır, deyir ki, şəkil çəkdirmək istəyirəm, sənə hörmətim sonsuzdur. Bunu qoyduq bir kənara, bunu demirəm. Zaurla da təbii ki, ola bilməz ki, hamı nifrət edir, kimsə oyla həqiqətən də simpatiyası olub şəkil çəkdirə bilər. Amma mən əminəm ki, bu videodakıların, ona yalvaranların heç birinin ona qarşı simpatiyası yoxdur. Çünki bu düşüklükdür, bu bilirsiniz nədir? Səviyyəsizlikdir. Yəni o səndən nə ilə artıqdır? Uzaqbaşı pulu ilə artıq ola bilər. Bir də məşhurluğu ilə fərqli ola bilər. Sən ona niyə yalvarırsan axı? Sən ona niyə belə, valla mən açığı bir insana pərəstiş eləmək olar, amma fanatik dərəcədə yox da, və yaxud da bu dediyim kimi fanatik dərəcədə deyil, ümumiyyətlə sadəcə məşhur olduğu üçün şəkil çəkdirirlər. Ümumiyyətlə mən fanatikliyin tərəfdarı deyiləm, əleyhinəyəm. Hansısa bir məşhurun ola bilər, həqiqi fanatları ola bilər. Bu mümkündür. Amma ona yalvaracaq dərəcədə, nə bilim, bəzən olur da məşhurlar gəlir Azərbaycana, konsert verirlər başqa yerlərdən, Türkiyədən filan. Bizim qızlar ya da nə bilim oğlanlar, ən çox da qızları görürəm bəzilərini. Yəni çox səviyyəsizlik, düşüklük eləyirlər. Təsəvvür edin, bunlar sabah birisi gün ana olacaqlar, hansısa övladı böyüdəcəklər. Yəni mən belə şeylərə düşüklük kimi baxıram. Yenə deyirəm, Zaurla heç bir işim yoxdur. Zaur gəlib ora açılışa, ona yalvaran düşüklərlə də işim. Belə səviyyəsizlik eləməyin, özünüzə biraz hörmət qoyun. Neysə dostlar, özünüzə yaxşı baxın, görüşərik, hələlik.